Salam dostlar, 4-cü videomuz gəlir və bu videoda biz məsrəflə xərc arasındakı fərqə baxacağıq. Məsrəf sözünün kökündə sərf etmə sözü var və bu ərəb kökənli bir sözdür. Nə deməkdir? Ödəniş edirik, nəyəsə hansısa bir alış üçün köçürdüyümüz məbləğə biz nə deyirik? Məsrəf deyirik. Yəni pulu sərf edirik. İlk növbədə hər nə üçünsə ödənilən məbləğ həmişə məsrəf sayılır. Məsələn, əmək haqları ödəyirik və eyni zamanda kompüter alırıq. Hər ikisi üçün də nə edirik? Məsrəf çəkirik. Yəni pul sərf edirik. Amma əmək haqqı bizdə birbaşa olaraq gəlirdən çıxıldığına görə ona artıq biz xərc deyirik. Deməli, məsrəfin xərcdən fərqi odur ki, məsrəf birbaşa gəlirdən çıxılmır, amma xərc isə birbaşa gəlirdən çıxılır. Məsələn, kompüter alışı məsrəfdir, amma hələ xərc deyil. Niyə? Çünki onun istifadəsi uzun müddət tələb edir və istifadə olunduqca xərc olunur. Bir dəqiqəlik videomuz.